Biz Qurban bayramında milyonlarla qoyun kəsirik. Ehtiyac olsa da, olmasa da onu özümüzə borc veririk. Misal üçün, mən ikisini də dedim, həcdə belə biz olanda 12 milyon adam vardı. 12 milyon indi elə adam var 5 dənə kəsdirir. 20-30 dənə qoyun kəsilir, çoxu da xarab olur. Oranın iqliminə görə indi soyucuları gedən var, çatmayan var. Onu oradan yollamırlar, Somaliya yollamırlar. Sonra mən araşdırdım ki, qurban fəda etməkdir, qoyun kəsmək deyil. Yəni, özünüzdən bir şeylər qurban eləyin deyəndə, qoç gəlməməlidir ağla. Gedib kiminsə 2 kilo əti yox. Onun hansısa ehtiyacını ödəməkdir. İlla bəlkə onun ətə ehtiyacı yoxdur. Bəlkə onun bugün çörəyə ehtiyacı var və yaxud hansısa maddiyyata ehtiyacı var. O qoyunun ətinin pulunu apar ver də. Onu xilas elə də. Yox, biz ət kimi aparırıq ki, özümüzü xilas eləyək. Biz onu yox, qarşındakımızı yox, özümüzü xilas eləmək üçün o addımları atırıq. Qarşıdakı insan problemi var. Biz ona yardım eləmək adından özümüzü xilas eləmək istəyirik. Ona yardım eləmək istəmirik, onu xilas eləmək istəmirik. Çünki biz belə öyrənmişik.